İsveçrə və Türkiyədən olan alimlər beynəlxalq kurs üçün Bakıya gəldilər. 11 oktyabr tarixində Bakıda travmatologiya və ortopediya sahəsində elmi və praktik fəaliyyətin inkişafına dəstək olan və bütün dünyada tanınan AO Trauma Təşkilatının Aşıq Baldır oynağı ətrafı sınıqları mövzusunda beynəlxalq akkreditasiyalı kursu keçirilib. Bugün Azərbaycanda Beynəlxalq AO Trauma Təşkilatının təşkil etdiyi Aşıq Baldır oynağı ətrafı sınıqların müalicəsi mövzusunda kursumuz baş tutmaqdadır. Və bu kursumuz Aşıq Baldır ətrafı mürəkkəb sınıqlar, topuqlar, daban, aşıq sümüyü, pəncə və bu sınıqlar ətrafı yumşaq toxuma zədələnmələrinin müasir diaqnostikası və müalicə prinsiplərinə həsr edilmişdir. AO Travma ümumiyyətlə məqsədi bütün dünyada olduğu kimi Azərbaycanda da Azərbaycan həkimlərinin bilik səviyyəsini artırmaq, praktik səviyyəsini artırmaq, yeniliklərlə tanış etməkdir. Və bugün bizim kursumuzda ənənəvi olaraq hər il olduğu kimi xaricdən də mütəxəssislər dəvət edilmişdir. Və bizim bugünkü kursumuzda qardaş Türkiyə Cümhuriyyətindən AO Türkiyə Cəmiyyətinin həm sədri, həm də üzvləri məruzəçi olaraq dəvət olunmuşlar. Onunla bərabər Azərbaycan tərəfindən məhz Azərbaycan müəllimləri də bu kursda yer alıb və öz bilik və təcrübələri ilə Azərbaycan həkimləri ilə bölüşməkdədir. Aşıq Baldır oynağı ətrafı sınıqları mövzusunda keçirilən kurs AO Trauma Təşkilatının Azərbaycanda təşkil etdiyi sayca 8-ci beynəlxalq kursdur. Tədbirlə bağlı kursun əsas təşkilatçısı İsveçrədən Yarka Horakova və kursun həmsədri professor Məhməd Dəvətçi təəssüratlarını paylaşıb. Bizim fondumuz cərrahlar tərəfindən idarə olunan qeyri-kommersiya məqsədli təhsil təşkilatıdır. Fond dünya üzrə 700-dən çox kurs təşkil edir. Bu kurslar əvvəlcədən diqqətlə planlaşdırılır. Azərbaycan da bu təhsilin verdiyi ölkələrdən biridir və bu yerli icma və cəmiyyət üçün olduqca vacibdir. Hazırda burada travma, ayaq və topuq travması və rekonstruksiya seminarımızı təşkil etmişik. Bu seminarlar Azərbaycan üçün artıq bir ənənəyə çevrilib. Buradakı icmaya isə professor Aydın Qəhrəmanov rəhbərlik eləyir. Bugün burada Azerbaycan'da olmak çok güzel. Davetleri için AO Travma Azerbaycan ekibine de çok teşekkür ediyorum. Çok güzel bir kurs yapıyoruz. Yaklaşık 60 meslektaşımız bizimle beraber hem ayak bileği kırıklarının tedavisiyle ilgili bilgilerimizi aktarıyoruz hem de onların bilgi düzeylerini geliştirmeye çalışıyoruz. Çok mutluyuz burada olmaktan. 2017'den beri çok güzel kurslar yapıyoruz. Bu 8. kursumuz ve her senesinde oldukça başarılı ve verimli geçiyor. Umarım çok uzun yıllar Azerbaycan'da bu kursları yapmaya devam ederiz. AO Travma Türkiye ekibi olarak da bugün 3 hocayla buradayız. Ve her zaman kardeş ülke Azerbaycan Travma ekibiyle de birlikte olmaya, desteklerimizle yanlarında olmaya da devam edeceğiz. Kursda Azərbaycan mütəxəssisləri ilə bərabər Türkiyədən travmatologiya və ortopediya sahəsində ixtisaslaşmış mütəxəssislər də iştirak edib, müxtəlif mövzular haqqında çıxış edib, öz bilik və təcrübələrini bölüşüb. Sonda iştirak edən həkimlərə beynəlxalq akkreditasiyalı sertifikatlar təqdim olunub.